Hamıya salam, mən Mələk. Bugün sizlərə ən çox sevdiyim turşu olan kələm turşusunun hazırlanmasını göstərmək istəyirəm. Mən ümumiyyətlə turşu sevdalısıyam desəm, tam da yerinə düşər. Bircə dənə pomidor turşusunu sevə bilmirəm. Bu da ayrı bir detal. Amma ki, geridə qalan bütün turşular üçün ürəyim gedir. Instagram hesabımdan məni izləyən izləyicilərim bilir ki, mən bütün yay boyu qış üçün hazırlıq görmüşəm və cürbəcür turşular hazır etmişəm. Və məndə belə bir şey var ki, mən standartlardan kənar turşular hazırlamağı da çox sevirəm. Buna misal üçün feyxua turşusu, gelaş turşusu, vişnə turşusu, yəni bunlar üçün mənim ürəyim gedir. Onları da sizə nə zamansa çəkib paylaşaram. İstədim sizlər üçün kələm turşusunun hazırlanma videosunu çəkim. Çünki bizdə yay qış demədən kələm turşusu çox yeyilir və mən əsasən kələm turşusunu istiyotlu daha çox sevirəm. Ümumiyyətlə acılı, ədviyyatlı olan hər şeyi mən çox sevdiyim üçün təbii ki, bunu turşumda da öz yerini göstərməli idi. Mən kələm turşumun içərisinə gördüyünüz kimi belə acı biberlərdən əlavə edirəm. Daha sonra isə kök, adi biber, çuğundur və kələmin özündən istifadə edirəm. Çuğundur ona əsasən qırmızılıq qatsın da istifadə edirəm ki, onun rəngi qırmızı olsun və dadına da ayrı bir dad qatsın. Və təbii ki, olmazsa olmaz sarımsağımız. Normalda mən sarımsaq sevməsəm belə, hətta onun qoxusuna dözmürəm. Amma turşularda hər bir zaman istifadə edirəm. Düşünə bilirsiniz, yəni sarımsağın qoxusu gələn yerdə əsla qalmıram. Hətta adicə əlimlə belə heç bir zaman sarımsağı toxunmuram. Çünki əlimdən o sarımsaq qoxusu gələn zaman heç yəni burnuma xitab etmir. Ona görə hər bir zaman əlcəkdən istifadə edirəm və çalışıram ki, yemələr hazırladığım zaman da gigiyenik cəhəti nəzərə alaraq da məhz əlcəklərdən istifadə edim. Gördüyünüz kimi bunların hər birini fərqli bir formada mən doğrayıram. Belə olduğu zaman həm rahat olur. Misal üçün, mən çuğuntur sevmirəm, amma ki, turşuya gözəl bir dad və rəng qatdığına görə məhz çuğunturlardan istifadə edirəm. Kökü də əvvəllər çox sevmirdim, amma ki, son zamanlar özümün hazırladığı turşularda kök üçün ürəyim gedir. Çünki o qədər dadlı, ədviyyatlı və acılı olur ki, davamlı olaraq kökü yemək istəyirəm. Deməli, gördüyünüz kimi mən gözə yarı olaraq hər bir şey istifadə etdim. Hansı ki, belə böyük bir mənim qazanım var. Bu qazanın içərisində bildiyiniz kələm turşusunu hazırlayıram. Bura mən şüyüd toxumu da əlavə edirəm. Gördüyünüz kimi dəfnə yarpağı, qara dənəvər istiyot. Yəni artıq istiyotun adını çəkməsəm olar. Çünki bildiyiniz kimi mən istiyotu daha çox xoşlayıram. Və qazanın dibərinə mən çuğuntur, kök, adi biber, acı biber, sarımsaq əlavə edirəm. Kələmin üst qabıqlarını soyuram. Çünki onlar hər bir zaman yaxşı olmur. Daha sonra isə kələmlərimi gördüyünüz bir formada doğrayacağam. Bu doğrama ona görədir ki, kələmlər həm iri-iri qalsın, həmçinin acılığı çox yaxşı bir formada çıxsın deyə. Mən bəzən kələmlərə çox nazik-nazik, yəni xırda-xırda doğrayıram. Bəzən də gördüyünüz kimi bu formada edirəm. Belə olduğu zaman həm xırçıltılı olur, həmçindəki dadı möhtəşəm. Ona görə bu dəfə böyük etmək qərarına gəldim və gördüyünüz kimi kələmləri bu formada baxın, yarım aypara şəklində doğrayıram. O yüzden zaten onun içərisində ayrılır və hər laya mən mütləq ki, digər olan məhsulları da əlavə edirəm, yəni tərəvəzləri. Bura çuğundur, kök, adi biber, acı biber, sarımsaq, dəfnə yarpağı və hər qata da yenidən şüyüd toxumu, qara dənəvər istiyotu da əlavə edirəm. Çünki mən xoşduram ki, dadlar bir-birinə çox yaxşı bir formada nüfuz eləsin. Belə olduğu zaman dadlar çox möhtəşəm olur. Həm kələm xırçıltılı olur, həmçinindəki yəni dada söz ola bilməz. Yəni mən bu videoda çox tərifləmiş ola bilərəm, amma inanın, həqiqətən də dadı bir dəfə hazırlasanız görəcəksiniz ki, çox mükəmməl olur və məsləhət görərdim ki, kələmi hazırladığınız zaman baxın bu formada dəmir bir qablarda hazırlayın. Onda dadı həqiqətən də çox fərqli olur. Yəni mən plastikdə də hazırlamışam, sırf belə bir qabda da hazırlamışam. Yəni dadlarındakı olan fərqi mütləq ki, mən hiss etmişəm. Bu da onun püf nöqtəsidir. Bu da məndən sizə kiçik bir məsləhət. Ümumiyyətlə kələm turşusu həm bol vitamini, həmçindəki bütün yeməklərin yanında rahat getdiyinə görə, yəni davamlı olaraq hazırlaya biləcəyiniz ən dadlı və vitaminli turşulardan məhz biridir. Çünki mən bu kələm turşusunun içərisinə əsla sirkə əlavə etmirəm. İndi mən sizə göstərəcəm ki, bunu necə edirəm. Bura mən yalnızca duz, sudan istifadə edirəm. Məncə bu videodan sonra mən sizə qalxıb belə bir kələm turşusu hazırlamalısınız. Məndən bu qədər. Gələn videolarda görüşənədək bu tip videoların gəlməyinə çox istəyirsinizsə, mənə rəylərdə yazıb bildirsəniz çox şad olaram. Instagram hesabımı da izləməyi unutmayın. Yəni mənim YouTube hesabımla Instagram hesabımın adı hər ikisi eynidir.
İnidən hazırlayanlara nuş olsun. Hələlik.